Salam hörmətli izləyicilər, bu gün sizə dünən keçirilmiş, yəni 26 oktyabr blok imtahanı, OTK blok imtahanı suallarını izah etmək istəyirəm. Çox asan suallardır. Biri çox asandır, digəri də biraz maraqlı sualdır. 9-cu sual oxuyaq. Hansı cümlədə sözün yazılışında səhvə yol verilir? Bir-bir oxuyaq cümlələri. Birinci cümlədə deyilir: döyüşə gedən oğullar sağ qayıtdılar. Burada səhv söz yoxdur. Hamısı düzgündür. Küçəyə asfalt döşənmişdir. Doğrudur. Çəmənlikdə kəpənəklər hər çiçəyə qonurdu. Doğrudur. Qızlar kəhriz başına gəlmişlər. Doğrudur. Onlar bu kənddən o şəhərə məhsul daşıyırlar. Baxın, burada kənddən sözü bu tələffüz formasına yazılıb. Kənddən 2 dənə d olmalı idi burada. Burada səhv var. Cavabımız oldu D-bəndi. Bu dünənki imtahanın ən asan sualıdır. 10-cu suala baxaq. Hansı nümunədə sözdəki incisi samitlərdən biri yazılmasa, yeni leksik mənalı söz formalaşmaz. İndi biz qoşa samitlərdən birisi salacağıq, görək hansı sözdə iki söz yaranır, hansında yaranmır. Hiss sözü bir var hiss düşüncə, bir də var lampanın hissi. İki söz oldu. Summit var, bir də var samit. Bu da iki söz oldu. Kassa var, bir də kasa var. İki söz oldu. Bəlli, bir də var bəli. İki söz oldu. Kül cəm mənasında işlənir, bir də var kül, odunun külü mənasında. İndi hər birisində iki söz oldu, doğrudur. Amma bizdən uşaqlar nə soruşulur? Biz burada diqqətli olmalıyıq. Bu biraz çaşdırıcı sualdır. Leksik mənası, iki leksik mənası olsun. Əslində hər birinin iki leksik mənası var, yalnız birindən başqa. D bəndində bəlli sözü var. L-nı atanda nə oldu uşaqlar? Bəli. Bəli sözü hansının hissəsidir? Ədatdır. Ədatın da leksik mənası olmadığı üçün cavabımız oldu D bəndi. Çünki digər hər birinin iki leksik mənası var. Yalnız D bəndində bir leksik mənalı söz var, o da bəlli sözüdür. Yəqin ki, bu suallar sizə aydın oldu uşaqlar. Bəyənməyi, paylaşmağı unutmayın. Sağ olun.